Ladies and gentlemen, please stand up if you can for the national anthem of France. And now, national anthem of Azerbaijan. Her vaxtınız xeyir olsun əziz futbol sevərlər. Sizi Bosniya və Hersegovinanın paytaxtı Sarajevo şəhərindən salamlayıram və Mirza Delibašić arenasında mini futbol üzrə Avropa çempionatının oyunları davam edir və milli komandamız Azərbaycan millisi biraz sonra qrupda 3-cü oyunu keçirəcək rəqib Fransadır və məhz bu maçdan sonra qrup lideri məlum olacaq və məhz bu qarşılaşmadan sonra biz biləcəyik ki, Azərbaycan neçənci yeri tutacaq qrupda və play-offda hansı komanda ilə üz-üzə gələcək qonşu qrupdan. Əgər birinci yeri tutsaq, ikinci yeri tutan komanda ilə üz-üzə gələcəyik. Yox, əgər ikinci olsaq, işdə birdən Allah eləməsin, məğlub olsaq və qrupda ikinci yer tutsaq, qonşu qrupdakı lider komanda ilə üz-üzə gələcək. Nəzərinizə çatdırım ki, hazırda qrupda Azərbaycan komandası liderdir. 2 oyundan sonra 6 xal qazanıb Elşad Quliyevin komandası və maksimum nəticə göstərib Belçikanı 3-0, İtaliyanı 2-1 hesabı ilə məğlubiyyətə uğratdıq və hal-hazırda qrup lideriyik 2 turdan sonra. Fransa isə bir oyunda qalib gəlsə də digərində xal itirdi. Onlar İtaliyaya qalib gəldilər, amma Belçika ilə 3-3 bərabərə qaldılar. Fransanın 4 xalı var, ikinci sıradadır. İtaliya 3 xalla 3-cüdür. Belçika 1 xalla qrup
sonuncusudur. F qrupunda yarışır Azərbaycan komandası və I qrupunda hal-hazırda çox maraqlı bir vəziyyət var. Nəzərdə çatdırım ki, orada da Bolqarıstan 2 oyundan sonra maksimum nəticə göstərib 6 xalla liderdir və onları bugün Serbiya ilə oyun gözləyir. Serbiya 4 xalla ikincidir və burada da hələ ki qrup lideri kim olacaq məlum deyil. Məhz bu maçdan sonra buna aydınlıq gələcək. İ qrupunda Bolqarıstan, Serbiya və Gürcüstandan sonra həmçinin Portuqaliya komandası mübarizə aparır və Portuqaliya xal toplaya bilmədi 3 oyundan sonra. Gürcüstan isə Portuqaliya qalib gəldi və ən yaxşı 3-cü yeri tutan komandadır. Digər qruplarla müqayisədə ən çox xal toplayan 3-cü yeri tutan komandadır və onların da play-offa yüksəlmək imkanı var və heç də az deyil. Gəl komandaların heyətləri ilə tanış olaq. Nə qədər ki hələ ki təhlükəli hücumların şahidi olmuruq. Mən sizi komandaların heyətləri ilə tanış edeyim. Qapıda Vəli Qafarovdur yenə də. Milli komandamızda nömrə 99, digər qapıçımız Davud Kərimidir nömrə 1, 4 Müseyib Vəliyev, 6 Cəfər Cəfərov, 8 Kamran Qürbətov, 9 Tural Məmməd Rızayev, 10 komanda kaptanı Seymur Məmmədov, 11 Samir Əmzəyev. İndi gəlin bax bu hücuma baxaq. Cəfər Cəfərov topa çatdıra bilmədi özünü. 11 Samir Əmzəyev, 15 Milbehti Rızayev, 17 Vüsal Sayev, 19 Təmkin Xəlilzadə, 20 Ramiz Çovdarov, 21 Eşkin Tağzadə, 23 Rəvan Kərimov, 77 Mir Kamil Əliyev. Komandanın baş məşqçisi Elşad Quliyevdir. Keçirik Fransaya. Fransada nömrə 3 Cedric Sinodu, 4 Leni Esklape, 5 Dardan Asani, 7 komanda kaptanı Orlien Dubo, 8 Muhammed Başir, 10 Stefan Sanchez, 16 Jerome Fernandes'dir. O ehtiyat qapçıdır. Qapını isə Ange Besson qoruyur. Əsas qapçı məhz 17 nömrəli qolkiperdir Fransadan. 19 Dilan Rozier, 21 Yohan Garcia, 27 Nadir Ivar, 26 Giovanni Calandro, 29 Hadil və 64 Vincent Mambiel. Komandanın baş məşqçisi Jerome Şastanyoldur. Bəli, Fransanın 4 xalı var qrupda. Azərbaycan maksimum nəticə göstərib 2 oyundan sonra. Tural Məmməd Rızayev topladı. Cəfər Cəfərovla oynayır. Bəli, sevindirici haldır ki, Ramiz Çovdarov qayıdıb. Bildiyiniz kimi İtaliya ilə oyunda yox idi, amma təəssüf ki, hələ də Talib Babayevsiz oynamaq məcburiyyətindəyik. Ciddi zədə almışdı Belçika ilə maçda, elə ilk turda ciddi zədə aldı, topuğu burxuldu və onun qayıtma ehtimalı heç də çox deyil. Önəmli oyuncularımızdan biridir, müdafiəçidir və Talib Babayev hal-hazırda zədəlidir, amma Ramiz Çovdarov qayıdıb. Böyle Fransa komandasının qapısını Ange Besson qoruyur. Nömrə 17 bayaq geridə götürməli yadda qaldı. Tural Məmməd Rızayev start heyətindədir. Sol cinahlı oynayır Cəfər Cəfərov. Ötürmə çox yaxşı alındı Tural Məmməd Rızayev. Qarşısında rəqib oyuncu var. Vəziyyətdən çıxmağa çalışdı Tural, amma topu itirdi. Topu ondan alan Giovanni Calandro idi. Təzyiq özünə nəticəsini verdi. Tural topu qaytardı komandamıza. Zərbə! Top qapıda aralı keçdi. Qüvvətli zərbə idi Kamran Qürbətovdan, amma top qapıdan aralı keçdi. Bir daha nəzər yetiririk təhlükəli epizoda. Hesabı açmaq olardı, amma Kamranın zərbəsi tam dəqiq alınmadı. Ötürmə, başla topa müdaxilə. Fayda gətirmədi Fransa komandasına. Vəli Qafarov. Çox çətin oyun keçdi İtaliyaya qarşı. Əvvəlcə top buraxdıq. İtaliya komandasının qolkiperi qapıdan qapıya qol vurdu. Amma geri dönüş edə bildik. Rəvan Kərimov və Milbehti Rızayev fərqləndilər komandamızın heyətində və 2-1 hesabı ilə əzmkar qələbə qazandıq. Topu geriyə ötürür Eşkin Tağzadə. Tural Məmməd Rızayev istiqamətini ötürmə uğurlu alınmadı. Burada Stefan Sanchez'in irəliləməsinə imkan vermədik. Out Fransanındır. Dilan Rozier. Daha doğrusu Muhammed Başir'dir bu. Nömrə 8. Ange Besson. Sol cinaha dəyə götürmə. Stefan Sanchez. Əla döndü. Mani olmalıyıq təbii ki rəqib oyuncuya. Hakimlərin qərarı qapıdan zərbə oldu. Top itkisi ilə üzləşdi hücum zamanı Fransa kollektivi. Cəfər Cəfərov komandamızın yeni hücumuna başlayır tələsmədən. Sağ cinahlı oynayır Ramiz Çovdarov. Ramizin ötürməsi. Eşkin Tağzadə topa yelənə bilmədi.
Və Giovanni Calandro irəliyir. Mərkəz xətti keçdi. Ötürmə sol tərəfə. Stefan Sanchez və Ramiz Çovdarov müdafiədə əl oynadı. Milli komandamızın heyətində. Bəli, bu görüşdən sonraki oyun da bizim üçün çox əhəmiyyətlidir. Söhbət Bolqarıstan, Serbiya oyundan gedir. Uzaq məsədən zərbə. Topa müdaxilə var idi. Eşkin Tağzadə tərəfindən Eşkin əla keçdi və Kamran Qürbətov irəliyir. Kamran zərbə indirir. Topu qaytardı Andre Besson. Out komandamızındır. Fransa komandasının golkiperi Andre Besson. Topu dəf etdi. Fransa komandasının baş məşqçisi isə Jérôme Chastaniol'dur. Ötürmə, zərbə indirə bilmədi Ramiz Çovdarov. Topu outdan ötürən Müseyib Vəliyev idi. Mirkamil Əliyev qapçı ilə oynayır, yenidən topu qəbul edir. Mərkəzlə ötürmə, Kamran Qürbətov və out. Həm də qayda pozuntusu var idi. Birinci hakim Antonio Mesic'də o Xorvatiyanı təmsil edir. İkinci hakim Sorinel Parashev'dir. İngiltərəli referidir. Üçüncü hakim isə Alen Serdareviç'də o Bosniya və Hersegovina oldu. Var otağındayız. Yəni video təkrarlara baxan hakim isə Katalin Pidgirni'dir. Var hakimi Katalin Pidgirni'dir. Muhammed Başir. Yeniden Muhammed Bəşir topladı. Andre Besson Fransa komandasının heyətində. Ərəb əsilli oyuncular az deyil. Vəli Qafarov. Yenə qapı məhz ona həvalə olunub. Davud Kərimi yalnız ilk turda qapımızı qorumuşdu və qapımızı topluma saxlaya bilmişdi. Müseyib Vəliyev topladı. Ötürmə və Tural Məmməd Rzayev topa yelənə bilmədi. Andre Besson bir tər təhlükəni aradan qaldırdı Fransa komandasının qapçısı. Ramiz Çovdarov, Revan Kərimov. İtaliya ilə maçda bərabərlik topunun müəllifi olmuşdu. Mirkamil Əliyev ötürmədə səhvə yol verdik. Amma Fransa komandasının hücumu da uğurlanmadı, amma deyəsən həm də qayda pozuntusu var idi. Yıxılan oyuncu Vincent Manbieli idi. Ekrana gördüyünüz oyuncu. Heşad Quliyev. Komandamız son Avropa çempionudur. Dünya çempionatının dördüncüsüdür. Və favoritlər sırasında yer alırıq. Qapı boşdu, zərbə və gol! Mirkamil Əliyev. Hesabı erkən açdıq. 8-ci dəqiqədə boş qalan qapıya topu göndərdi Mirkamil Əliyev və rəqib qapçı Andre Bessonu cəzalandırdı. Önə çıxan qapçı geriyə qayıdarkən gecikdi, ləngidi və bunu görən Mirkamil Əliyev hesabı açdı dəqiq zərbə ilə. Öndəyik 1-0. Cedric Sino ötürmə qeyd dəqiq alındı. Revan Kərimov. Revan irəliyir, onun qarşısı alındı bəli, amma bir qədər kobud oyun da var idi. Sürüşmə fəndi tam dəqiqliklə qaydalar çərçivəsində yerinə yetirilmədi. Və indi komandamız cərimə zərbəsini yerinə yetirəcək. Seymur Məmmədov topun yanındadır. Topu geriyə ötürdü. Müseyib Vəliyev, Seymur. Revan Kərimov. Qarşısında Cedric Sino var. Revan. Seymur. Mirkamil Əliyev. Mirkamil ötürmə sol tərəfə əl alındı. Müseyib Vəliyev. Topu arxaya ötürdü. Revan Kərimov top saxlayır. Azərbaycan komandası rəqibi topsuz qoyub. Dəqiq zəncirvari ötürmələr izləyirik komandamızdan. Samir Əmzəyev. Mirkamil Əliyevdən topu aldılar. Muhammed Başir bunu etdi. Muhammed Başir. Və Lonier müdafiədə. Mirkamil Əliyev gövdəsi ilə rəqibi zərərsizləşdirə bildi. Topdan uzaqlaşdırdı. Hər şey qaydalar çərçivəsində idi. Seymur Məmmədov.
Mir Kamil Əliyev maçda vurulan yeganə qol müəllifidir hələ ki. Ötürməyi yaxşı gördü Samir Əmzəyevi. Samir Əmzəyev topu rəqibin ayaqlarının arasından keçirib. İrələmək istədi, mümkün olmadı. Cedric Sino topu arxaya ötürdü. Vincent Mambiel. Nadir Uvrar sol cinahlı oynadı. Muhammed Bəşir qapçı yenə önə çıxıb. Anje Besson, hakimlər oyunu dayandırırlar. Qayda pozuntusu var idi deyir refering. Yıxılan oyuncu Muhammed Bəşir idi Fransanın heyətində. Nadir Evrar topun yanındadır. Zərbə topu uzaqlaşdırır Mir Kamil. Anje Besson mərkəzlə ötürmə. Hücum uğurlu alınmadı Fransa komandası üçün. Seymur Məmmədov. Seymur. Mir Kamil Əliyev. Mir Kamil sol cinahlı oynayır. Rəvan Kərimov. Rəvan cinahdadır. Mir Kamilə ötürdü topu. Mir Kamil, Samir Əmzəyev. Zərbə olacaqmı? Seymur Məmmədov. Samir Əmzəyev. Və Seymur dönməyə çalışdı. Mümkün olmadı. Vincent Mambiel. Muhammed Bəşir. Seymur Məmmədovla mübarizə aparırdı. Anje Besson. Muhammed Bəşir. Top rəqib oyuncuya dəyəri geri qayıtdı. Fransa hələ ki hücumunu davam etdirir. Sol tərəf ötürmə bir qədər bərk alındı. Bəli. Johan Garcia geri dəqiq oynadı. 21 nömrəli oyuncu. Vəli Qafarov. Hücumu quran futbolçu indi Cəfər Cəfərov olacaq. Seymur Məmmədov. Top hal-hazırda ondadır. Seymur tələsmir. 12-ci dəqiqə gedir. Hesab 1-0 Azərbaycan komandasının xeyrinədir. Mir Kamil Əliyev uzaq məsafədən qol vurdu. Boş qalan qapıya topu göndərdi. Rəqib qapıçının səhvindən sonra. Samir Əmzəyev. Ötürmə zərbə. Seymur Məmmədovdan. Rəvan Kərimovun zərbəsi. Top rəqib futbolçuya dəydi. Meydançadan uzaqlaşdı. Küncdən zərbəni Ramiz Çovdarov yerinə yetirəcək. Ramiz Çovdarov. Kamran Qürbətovun zərbəsi və yenə küncdən zərbə olacaq. Ramiz Çovdarov. Ötürmə Rəvan zərbə indirə bilmədi. Rəvan Kərimov rəqib oyuncunu qabaqlayıb qapı önünə gəldi, amma zərbə indirə bilmədi. Topu qapıya istiqamətləndirə bilmədi. Anje Besson yıxılıb, ayağa qalxdı. Məsələn, onun səhvindən sonra Fransa komandası top buraxdı. Mir Kamil Əliyev mərkəzdən topu boş qapıya göndərdi. Anje Besson sağ tərəf ötürmə uğurlu olmadı. Bununla belə top Fransa komandasında qalır. Dilan Rozier. Kamran Qürbətov topa yələndi. Kamran çətin vəziyyətdə idi, topu itirdi. Müdafiə olmaq lazımdır. Dardan Asani meydanın mərkəzində top uğrunda mübarizə gedir və hakimlər oyunu dayandırırlar. Fransanın lehinə qərar verildi. Orlien Dubo Fransa komandasının kapitanı topu oyuna daxil etdi. Anje Besson uzaq məsafədən zərbə qeyri dəqiq oldu. Vəli Qafarov. Ramiz Çovdarov. Hazırki nəticəyə əsasən biz qrupu ilk sırada başa vuracaq. Tural Məmməd Rzayev topu buraxdı, amma rəqib aldanmadı buna. Topa müdaxilə etdi. Orlien Dubo və çatmadı topa Mir Mehdi Rzayev. Bununla belə təzyiqimiz davam edir rəqibə. İtirmədilər topu. Orlien Dubo. Dardan Asani. Dərhal qapçı ilə oynayır. Anje Besson. İzləyirik. Oynamaq olar. Anje Besson. Dardan Asani. Mərkəzlə ötürmə yaxşı alındı. Fransanın hücumu davam edir. Ötürmə. Bax bu ötürmə qeyri dəqiq oldu. Bərk alındı. Giovanni Calandro istədiyi kimi topu ötürə bilmədi.
Ramiz Çovdarov. Cəfər Cəfərov. Yenə Ramiz. Vəli Qafarov. Cəfər Cəfərov. Hələ ki irəli çıxmağa tələsmirik. Topa nəzarət etməkdə davam edirik. Kamran Qürbətov. Out. Millimizindir. Topa sonunda toxunan Adil idi. Ramiz Çovdarov. Getdir Kamran Qürbətova. Və sol cinahlı oynayır. Burada isə Mir Mehdi Rızayev var. Mir Mehdi, Vəli Qafarov. Ramiz Çovdarov. Ramizin ötürməsi dəqiqdir və Mir Mehdi Rızayev zərbə! Out! Təhlükəli zərbə idi, təhlükəli hücum idi. Amma hesab dəyişmədi. Hesab hələ də 1-0 millimizin xeyrinədir. Anje Besson, Vəli Qafarov maraqlı şəkildə topa ayağı ilə zərbə indirdi. Anje Besson. Ötürmə sol tərəfə və top qapının üstündən açdı. Mir Mehdi Rızayev. Vəli Qafarov yenidən Mir Mehdi topladı. Onun vurduğu qolla İtaliyanı məğlub etdik. Fərdi ustalığı sayəsində komandamıza qol vuraraq qələbə qazandırdı. Cəfər Cəfərov. Ramiz Çovdarov. Topu arxaya ötürür. Vəli Qafarov qapısından bir qədər uzaqlaşmışdı. Amma hər şey qaydasındadır. Təhlükəli hadisə baş vermədi qapımızın önündə. Kamran Qürbətov. Cəfər Cəfərov. Ara ötürməsi olacaqmı? Ötürmə Kamran Qürbətova. Kamran borcluğuna açılıb zərbə indirmək istədi. Mümkün olmadı. Dardan Asani. Əks hücuma çıxa bilər. İndi Fransa komandası. İtalyan oyunçu Giovanni Calandro'dur. Və topu itirdi. Fransanın oyuncusu. Qapıdan zərbə olacaq. Vəli Qafarov. Ramiz Çovdarov. Ramiz mərkəzlə ötürmədə səhv qeydə alındı. Dilan Rozier. Dilan Rozier topu arxaya ötürür. Orlien Dubo. Dardan Asani. Giovanni Calandro. Diqqətli olaq zərbə. Vəli Qafarov əhsən. Topu dəf etdi. Küncdən zərbə vuracaq Fransa komandası. Ekranda Hadili gördük. Havalı ötürmə və Dardan Asani zərbə indirsə də hədəfdən yayındı. Fransa komandasının hücumları ilə də kəsərli alınmır. Ümumiyyətlə qapımıza yaxınlaşmaqda çətinlik çəkirlər. Vəli Qafarov önə çıxır. Vüsal Sayevdən topu qəbul etdi. Ramiz Çovdarov. Vüsal Sayev. Vəli. Vüsal səhv etməyə yoxsa qapıb. Oy, elə bunu demişdim ki, səhv etdik. Və Vəli Qafarov əhsən. Bravo. Təhlükənin böyüməsinə imkan vermədi. Təbii ki, qapçı önə çıxarkən istənilən komanda risk altında olur. Səhv etməyə bircə belə lazımsız səhvlər etməyək. Hələ ötürmə Vüsal Sayevdən və topu qaytardı ona. Eşkin Tağızadə, Vüsal Sayev və out millimizindir. Belə lazımsız səhvlər etməyək, vəziyyəti özümüz üçün qəlizləşdirməyək, heç nədən rəqibə epizod verməyək. Qalanı isə yəqin ki artıq tamamilə futbolçularımızın ustalığından asılı olacaq. Bir gol vurmuşuq, bundan da artıqına nail ola bilərik. Komandamız daha güclüdür, son Avropa çempionudur və bu maçında favoriti məhz bizik, elə gözləndiyi kimi qrupu lider kimi başa vura bilərik. Bunun üçün yalnız bu maçda da qələbə hesabını qoruyub saxlamaq lazımdır. Vəli Qafarov.
Müseyib Vəliyev, Vəli, Vüsal Sayev, Eşkin Tağzadə, Vəli Qafarov, bitirməyə topu. Müseyib Vəliyev, Vüsal Sayev, Vüsal topladı, dəqiq oynayır, Vəli, Vəli Qafarov, zərbə də indirə bilər. Topu sol ucuna atırdı, Vüsal Sayev, Vəli, Vüsal, yəni ki, yenə Vəliyə top ötürəcək, bəli elədi ki, var. Sağ cinaqla da oynamaq olar, Tural Məmmədrzayev var həmin cinaqda, amma yenə də Vüsal Sayevi seçdi Vəli Qafarov, yenə topu qəbul edir golkiperimiz. Tural Məmmədrzayev, Vəli Qafarov, topsuz qalıb rəqib, Vüsal Sayev, ötürmə və qüvvətli zərbə qapçıdan qayıtdı top. Eşkin Tağzadə zərbə indirmişdi, Andre Besson topu qaytardı. Eşkin Tağzadə, Tural Məmmədrzayev, Tural, ötürmə dəqiqdir, Müseyib Vəliyev topu qaytara bilmədi Turala. Təəssüf ki, amma hücumumuz outla davam edəcək. İlk sən sonuna 5 dəqiqə qalıb Seymur. Oyuna daxil olub. Həm qapçı kimi oynayacaq, həm də oyuncu kimi. Belə başa düşdüm. Tural Məmmədrzayev sarı verə qaldı yeri gəlmişkən. Bunu da nəzərinizə çatdırın. Maraqlıdır. Kapitanımız indi həm qapçı funksiyasını yerinə yetirəcək, həm də oyuncu kimi. Qüvvətli zərbə top qapıdan aralı keçdi. Andre Besson zərbə indirmişdi. Təmkin Xəlilzadə. Çox maraqlı heyətimiz var. 6 oyuncu ilə oynayırıq hal-hazırda. Hesabda öndə olsaq da meydançada 6 oyuncu var. Yəni qapçı yoxdur. Təbii ki, bu riskdir, amma Rəşad Quliyev komandasına güvənir. Təmkin Xəlilzadə. Seymur dəqiq oynayır. Vüsal Sayev, Təmkin Xəlilzadə, Vüsal Sayev. Təmkin Xəlilzadə. Seymur Məmmədov. Seymur. Vüsal Sayev. Təmkin Xəlilzadə. Səhvə yol verdi, qapımız boşdur. Vüsal Sayev geriyə çəkildi. Ara ötürməsi xoşbəxtlikdən uğurlu alınmadı. Stefan Sanchez topu saxlaya bilmədi. Vüsal Sayev, Təmkin Xəlilzadə, Eşkin Tağzadə ilə oynayır, yenidən Təmkin. Sol ucuna atırma dəqiqdir, Seymur Məmmədov, Təmkin Xəlilzadə. İlk sonları da Vüsal Sayev topladı, hücumumuz davam edir. Təmkin ötürməsi, Vüsal Sayev, Seymur Məmmədov. Seymurun ötürməsi keçmir. İkinci cəhd, top qapıdan yan keçdi, Vüsal Sayev yerindədir. Topu sinəsi ilə ram etdi. Və yenə hücum quracaq. Meydançaya isə Mir Kamil Əliyev qayıtdı komandamızın heyətində. Müseyib Vəliyev, Təmkin Xəlilzadə, Vüsal Sayev, solda Seymur Məmmədov var. Vüsal Sayev, Seymur, Fransanın 4 xalı var, komandamızın 6 xalı var. F qrupunda Seymur Məmmədov. Əla ötürmə Müseyib Vəliyevə. Topu ötürən Eşkin Tağzadə idi. Seymur Məmmədov. Müseyib Vəliyev. Qaçırdı topu ayağından. Out Fransanındır. Cedric Sino. Ötürmə Stefan Sanchez Müseyib Vəliyevlə mübarizə aparırdı və hakimlər lehimizə qərar verdilər. 50 oyun var idi. Topa əli ilə toxundu Stefan Sanchez. Ekrana görünüz 10 nömrəli oyuncu. Təmkin Xəlilzadə. Təmkin. Vüsal Sayev. İsayev. Təmkin Xəlilzadə.
Nüsal dəqiq oynayır. Seymur Məmmədov yıxılan oyuncu var. Bu Eşqin Tağızadə də indi onun vəziyyəti ilə maraqlanacaqlar. Bu isə Seymur Məmmədovdur kapitanımız. Nələrisə izah edir öz komanda yoldaşlarına. Jérôme Chastanyol çalışdırır Fransa komandasını. Köməkçisi isə Frédéric Bouvet. Və ilk isə yekunlaşır. Azərbaycan 1, Fransa 0. Yeganə qolu Mirkamil Əliyev vurub. Təxminən 5 dəqiqədən sonra Sarayevodan canlı reportajımız davam edəcək. Hələlik. Bəli, ikinci hissəyə start verildi. Azərbaycan Mini Futbol Avropa Çempionatının qrup mərhələsində 3-cü oyunu keçirir. Rəqib Fransada və 1-0 hesabı ilə öndəyik. Nəzərinizə çatdırım ki, yeganə qolumuzu Mirkamil Əliyev vurdu. Qapçının səhvindən sonra onu cəzalandırdı. Uzun məsafədən topu qapıya göndərdi. Qapçı önə çıxmışdı və əla zərbə indirdi. Bunu gördü Mirkamil Əliyev. Tural Məmməd Rızayevin ötürməsi. Mirkamil Əliyev top qapçıdan qayıtdı. Rəqib qapçıdan qayıtdı. Küncdən zərbə vuracaq. Fransada qapçı dəyişikliyi olub. Həm də bizim komandamızda artıq golkiper dəyişib. Qapımızı artıq Davud Kərimi qoruyur. Əsas qapçımızdır. Fransada isə oyuna Jérôme Fernandes daxil olub. 16 nömrəli golkiper Samir Əmzəyev topladı. Samir rəqib oyunçu ilə mübarizədə topu itirdi. Yanında Dilan Rozier var idi. Out, bununla belə out, bəli, qərarı verildi, bəli, lehimizə verilən qərar idi. Ramiz Çovdarov. Ramiz. Sol tərəfdə Davud Kərimi var. İkinci oyunda iştirak etmədi. İtaliya qarşı maçda yox idi. Davud Kərimi bu oyunun ikinci hissəsində oyuna daxil olub. Əla ötürmə Tural Məmməd Rızayevə. Turalın ötürməsi mərkəzə qeyri-dəqiq alındı. Amma Fransa komandası da əks hücuma çıxa bilmədi. Yenə hücum cəhdimiz olacaq. Davud Kərimi. Mirkamil Əliyev. Mirkamil. Mərkəzli ötürmə, pis deyil. Samir Əmzəyev. Tural Məmməd Rızayev topladı. Sağ cinahlı oynayır. Burada isə Ramiz Çovdarov var. Yenə sol tərəf ötürmə. Mirkamil Əliyev yeganə qolu Məlifi topladı. Ramiz Çovdarov. Zərbədə indirmək olardı. Mərkəz ötürmə çox yaxşı alındı. Zərbə blok. Tural Məmməd Rızayev zərbə indirsə də rəqib müdafiəçi topun qapıya getməsini əngəllədi. Dilan Rozier qapçı ilə oynayır. Jérôme Fernandes. O topa müdaxilə. Hücuma son qoymaq üçün yetərli olmadı. Tural Məmməd Rızayev indi yaxşı müdafiə olunmalıdır. Zərbə Davud Kərimi. Super save.
Möhtəşəm qurtarış, əla reaksiya Davud Kərimidən yenə öz səviyyəsini bizə nümayiş etdirdi qapıcımız. Və ardınca Fransa komanasının küncdən zərbəsi uğurlu alınmadı. Davud Kərimi yenə öz klasını bizə göstərdi. Baxın reaksiya. Top istiqaməti dəyişmişdi, amma Davud Kərimi yenə öz reaksiyası ilə bizi yaxşı mənada şok etdi. Belçika ilə maçda da çiyini ilə qaytardığı bir top var idi. O da çox mükəmməl, möhtəşəm alınmışdı Samir Əmzəyev. Ötürmə Ramil Çovdarov. Blok gəldi Dardan Asani'dən. Hücumu davam etdirmək olar. Kamil Əliyev dribling nümayiş etdirir. Ötürmə qapı qarşısına. Fransalılar topu uzaqlaşdırmaya çalışacaqlar indi. Yox, əks hücuma çıxdılar. Topu irəli vurmadılar. Dardan Asani çətin vəziyyətdə təzyiq gözləşdi, amma eyni zamanda da qayda pozuntusuna məruz qaldı. Bilmirəm, başqa qapıcı olsaydı bu topu qaytarardı ya yox, amma Davud Kərimidə bu potensial var. Və biz heç də təəccüblənmədik. Onun bax bu seyvindən sonra Ramiz Çovdarov! Qapı qətindən top uzaqlaşdırıldı, qapı boş idi. Yox idi qapıda Jeron Fernandes. Müdafiəçi özünü çatdırdı. Qapı qətindən uzaqlaşdırdı. Mirkamil Əliyev. Ötürmə, Tural Məmməd Rzayev müdafiəni yarmaq mümkün olmadı. Səhv qeydə alınır zərbə. Jeron Fernandes. Kamran Qürbətovun fərqləməsine imkan vermədi. Jeron Fernandes qola əngəl oldu. Samir Əmzəyev. Ramiz Çovdarov qapıçı önə çıxmışdı, amma özünü çatdırdı ən zonaya. Fransalı müdafiəçi. Samir Əmzəyev. Ramiz Çovdarov. Sağ qıcına ötürmə. Tural Məmməd Rzayev. Çovdarov. Ötürmə Samirə. Samir Əmzəyev. Aldadıcı hərəkət və ötürəcək mi topu? Ötürmə qapı qarşısına. Həmin zonada heç bir komanda yoldaşı yox idi. Hücumumuz uğurlu alınmadı. Təəssüf ki, görək indi Fransa nə edəcək? Topla özünün yer aldığı tərəfdə itirdi topu Dardan Asani. Ötürmə və gol! Ramiz Çovdarov bayaq edə bilmədi. İndi buna nail oldu. Qapı boş idi. Ramiz Çovdarov hesabı 2-0 etdi. Ramiz Çovdarovun zərbəsi dəqiq alındı. Yenə rəqib qapıcının səhvindən sonra gol vurdu. İlk sənə olduğu kimi. Jeron Fernandes qapıda yox idi və topu boş qapıya göndərdi. Ramiz Çovdarov üstünlüyümüzü 2 topa çatdırdı. Fransa hücumu. Dilan Rozier. Nadir Ivoire. Ivoire. Hava ilə ötürmə. Top geri ötürüldü. Dardan Asani qapıcı ilə oynayır. Hər iki topu qapıcı səhvindən sonra buraxıb Fransa komandası. İlk hissədə Andre Besson, ikinci hissədə Jeron Fernandes. Ramiz Çovdarov itirdi topu. Geriyə qayıtmaq lazımdır. Və hücumu zərərsizləşdirə bildik. Mirkamil Əliyev mərkəzdə irəliyir. Aldadıcı hərəkət çox yaxşı alındı. Mirkamil topu sol ayağına çəkdi. Mirkamil Rəvan Kərimovla oynayır. Ramiz Çovdarov zərbə mövqeyindədir. Ramiz ötürmə sağ tərəfə Mirkamil Əliyev hücumu davam etdirir. Keçdi rəqibini və qapıdan zərbə. Mirkamil Əliyev hesabı açan futbolçu ekranlarınızdadır. İkinci qolumuzu Ramiz Çovdarov vurdu. Ramiz Çovdarov müdafiədə əla oynayır. Mərkəzdə ötürmə Samir Əmzəyev. Mirkamil Əliyev topu buraxdı komanda yoldaşına, amma Ramiz Çovdarov onu başa düşmədi. Buna rəğmən topu özünü çatdırmışdı, müdaxilə etdi. Amma hücumu davam etdirmək üçün yetərli olmadı bu müdaxilə. Müseyib Vəliyev Ramiz Çovdarovun yerinə meydançaya daxil oldu. Milli komandamızın heyətində Ramiz Çovdarov üstünlüyümüzü 2 topa çatdırdı. İkinci hissənin əvvəlində. Uzun ötürmə. Topu saxladı Vincent Mendiel. Zərbə. Davud Kərimi yerindədir. Əli ilə topu irəliyə göndərdi. Burada Rəvan Kərimov var idi. Dərhal ötürmə, amma qeyridə qalındı. Fransanın hücum cəhdi. Oyuna Cedric Sino daxil olub yenidən. Həmçinin meydançada Stefan Sanchez var. Fransa komandasının nömrəli oyuncu. Və Vincent Mendiel topa müdaxilə etdi son olaraq. Və top meydançadan çıxdı Rəvan Kərimov. Out atma hazırlaşır, nəhayət bunu etdi. Davud Kərimi. Müseyib Vəliyev. Rəvan Kərimov. Davud Kərimi.
Davud özü də zərbə indirə bilər, niyə də yox. Ötürmə, Müseyib Vəliyev və Eşkin Tağzadə. Davud Kərimi, Avropa çempionumuz topladı. Rəvan Kərimov, Davud Kərimi. Ötürmə Eşkin Tağzadəyə dəqiq alındı. Davud Kərimi topu qəbul edir, zərbə indirəcəkmi? Zərbə! Təhlükəli idi, amma topu qaytardı. Jerome Fernandez 9'luğu düşünmüşdü. Davud Kərimi qol olsaydı baxımlı qolun şahidi olacaqdıq, amma Davud Kəriminin həmkarı buna imkan vermədi. Topun yanında Rəvan Kərimovdur. Havayla ötürmə, amma təkrarlamaq lazımdır deyir hakim. İkinciden zərbəni yenidən yerini etirmək lazımdır. Topu bir qədər arxaya da çəkmək lazımdır deyir Rəvana referi. Rəvan Kərimov qapısı ilə oynayır Davud Kərimi. Dəqiqələr 34'ü göstərir. Azərbaycan 2, Fransa 0. Qrupda 3-cü oyunumuzu keçiririk. Bu nəticə bizi qrup lider edəcək. Stefan Sanchez itirdilər topu. Rəvan Kərimov rəqib oyuncuya dəyən top meydançadan çıxdı. Bu oyundan sonra, bizim maçdan sonra Bolqarıstan və Serbiya komandaları üzrə gələcəklər. İ qrupunda lider müəyyənləşəcək və ikinci yeri tutan komanda müəyyənləşəcək. İkinci yeri tutan komanda ilə playoff mərhələsində üz-üzə gələcək. Əgər təbii ki, özümüz də qrup lideri olsaq. Hələ maç bitməyib, tələsməyək. Davud Kərimi. Havayla ötürmə, Rəvan Kərimova top gəlmədi. Hücumu davam etdirmək olar. Kamran Qürbətov. Müseyib Vəliyevi gördü arxada. Müseyib Vəliyev səhvə yol verdi. Cedric Sino. Fransa fərqi azaldı. Cedric Sino. Qapımıza yol tapdı. Cedric Sino. Davud Kərimi topla müdaxilə etdi, amma təəssüf ki, qola əngəl ola bilmədi. Bir daha baxıraq. Cedric Sino Müseyib Vəliyevdən top aldı. Sol ayağı ilə yaxşı zərbə indirdi. Davud Kərimi toxundu topa, amma təəssüf ki, əfsuslar olsun ki, topu qaytara bilmədi. Fərq azaldı. İndi diqqətli olmaq lazımdır. Hesab artıq sürüşkəndi, necə deyərlər. Amma heç-heçə də bizə sərf edir. Heç-heçə olsa da biz qrup lideri olacaq. Düzdür, hələ ki, hesabda öndəyik, qələbəyə daha yaxın olan tərəfi, amma heç-heçə olsa belə bu da bizə sərf edir, qrup lideri olmaq baxımdan. Çünki Fransanın 4 xal var, bizim 6. Rəvan Kərimov. Oy, etməyə belə şeyləri. Durduğu yerdə az qala yıxılıb topu itirəcəkdim. Eşkin Tağzadə. Aldadıcı hərəkət, zərbə indirmədi. Rəvan Kərimov. Ötürmələrdə diqqətli olaq. Son ötürmələr heç də yaxşı alınmır. İnamsız ötürmələr izləyirik əslində. Təhlükəli ola bilər. Tural Məmməd Rzayev. Kamran Qürbətov, Rəvan Kərimov. Out. Bu ötürmədə də qüsur var idi. Təəssüf ki, fərqi azaltdı Fransa komandası. Təhlükəli komanda dəstində Fransa elə bizdən sonra qrupun ən güclü komandasıdır. Amma Belçikanın müqavimətini qıra bilmədilər. 3-3 bərabərə qaldılar. İtaliyaya qalib gəlsələr də Belçikanı məğlub edə bilmədilər. Stefan Sanchez irəliyir sol cinahla. Out. Fransanındır. Vincent Mendiel topu oyuna daxil etdi. Stefan Sanchez. Cedric Sino. Qayda pozuntusu var idi. 10 nömrəli oyuncuya qarşı. Stefan Sanchez ekranlarına gəldi. Kapitanlıq sahası ilə Seymur Məmmədov oyundadır. Tural Məmməd Rzayevi görürük. Ekranda 9 nömrəli oyuncumuz. Cedric Sino. Tural Məmməd Rzayevə dəyən top. İstiqamətini dəyişdi, amma qapıya gedib çatmadı. Əks hücum izləyirik. Millimizdən Eşkin Tağzadə. Topu arxaya ötürdü. Seymur Məmmədov kapitan sağ cinahla oynayır. Müseyib Vəliyev. Eşkin Tağzadə. Eşkin. Müseyib Vəliyev. Seymur Məmmədov. Ötürmə uğurlu alamadı. Vincent Mambiyelə top gəldi. Amma Fransada hücuma çıxa bilmədi. Davud Kərimi. Çempionatda buraxdığı ilk topu idi bu. Belçika ilə maçda.
3-0 hesablı qələbə qazanmışdıq. Qapımızı məhz Davud Kərimi qoruyurdu. İkinci oyunda isə qapıda Vəli Qafarov var idi. Bu Davud Kəriminin çempionatda, hazırki qitə çempionatda buraxdığı ilk top oldu. Cedric Sino qapımıza yol tapdı. Out. Seymur Məmmədov. Davud Kərimi. Müseyib Vəliyev, yeniden Davud Kərimi. Rəvan Kərimov. Rəvan. Davud Kərimi. Müseyib Vəliyev, Davud Kərimi. Eşkin. Davud Kərimi. Müseyib Vəliyev sağ cinaqdadır. Mərkəzlə oynayır. Top öz ünvanına gedib çatdı. Eşkin Tağzadə topladı. Müseyib Vəliyev. Tural Məmməd Rızayev. Müseyib Vəliyev. Seymur. Eşkin Tağzadə. Seymur Məmmədov. Müseyib Vəliyev, yeniden Eşkin. Topu qaytardı. Komanda ulaşından Müseyib Vəliyev və Tural Məmməd Rızayev sağ cinaqdadır. Rəqib oyunçunu keçməyə çalışır. Bu Orliyen Dubodur. Rəvan Kərimov topa birinci çatdı, amma topu bəli oyunda saxlaya bildi. Bravo. Rəvan Kərimov. Top qapışımızdadır. Davud Kərimi. 40-cı dəqiqə başladı görüşdə. Azərbaycan 2, Fransa 1. Müseyib Vəliyev. Müseyib dəqiq oynayır Tural Məmməd Rızayev. Ötürmə mərkəzə və qapçı Jérôme Fernandez top tutdu. Orliyen Dubois. Jérôme Fernandez. Cedric Sino. Bəlkə də Fransa komandasının ən təhlükəli oyuncusudur. Məhz o fərqlənib. Cedric Sino. Zərbə Davud Kərimi. Yaxın küncü bağladı. Küncdən zərbə. Fransa hücumdadır. Yaxın küncü yaxşı bağladı Davud Kərimi. Qola əngəl oldu. Bəzi dəyişikliklər edilir Fransa komandasında. Oyuna daxil olan oyunculardan biri Muhammed Bəşirdir, nömrə 8. Topun yanında məhz bu futbolçu dayanıb. Muhammed Bəşir, bir qədər geri götürmə qüvvətli zərbə Davud Kərimi. Zərbəni indirən Yohan Garcia idi. Muhammed Bəşir. Hasan Dardani ilə oynadı. Eşkin Tağzadə yaxşı oynayır müdafiədə. Çıxa bilmədiyi hücuma zərbə. Davud Kərimi topu tutdu. Seymur Məmmədov. Seymur. Eşkin Tağzadə. Eşkin topladı, mərkəzə meyl edir. Allah Cələkə dribling nümayiş etdirir. Zərbə. Top qapıçıdan geri qayıtdı. Topu qaytardı Jérôme Fernandez. Top rəqibdədir hal-hazırda. Yohan Garcia. Təzyiq öz nəticəsini verdi. Rəvan Kərimov pressinglə topu alır. Qüvvətli zərbə indirir. Amma hədəfdən yayındı Rəvan Kərimov. Və kənara yollanır Tural Məmməd Rızayev və Müseyib Vəliyevlə birlikdə. Oyuna Mehdi Rızayev daxil oldu. Kamil Əliyev, eləcə də Ramiz Çovdarov. Yohan Garcia mərkəzlə ötürmə əla gördü. Həmin o ötürməni və dəqiq olmasına imkan vermədi Eşkin Tağzadə. Bravo. Eşkin. Hazırki vəziyyət bizə sərf edir. Bizim xeyrimizədir. Kamil Əliyev. Eşkin Tağzadə out. Komandamızın hücumu davam edəcək outla. Amma out'u düzgün yerinə yetirmədi. Eşkin Tağzadə və top verildi Fransa komandasına. Jérôme Fernandez. Dilan Rozier. Zərbə. Top dirəyə geri qayıtdı. Yenə təhlükə ilə üzləşdik qapımızda. Dilan Rozier zərbə indirib. Top dirəyə dəydi. Kamil Əliyev topu qapıya istiqamətləndirə bilmədi. Hər iki qapı önündə təhlükəli biz onun şahidi olduq. Etiraf edək ki, bəxtimiz gətirdi. Davud Kərimi topa müdaxilə edə bilməmişdi. Dirək köməyimizə çatdı bu dəfə. Diqqətli olaq. Seymur Məmmədov. Eşkin Tağzadə. Seymur topladı.
Mir Mehdi Rızayev. Eşkin Tağızadə ilə oynadı. Ramiz Çovdarov. Hava ilə ötürülən top və qapçıya baxırıq. Topu qapıdan uzaqlaşdırdı Jeron Fernandez. Üçüncüdən zərbə qapını da yerindən tərpətdi Fransalı goalkeeper. Elşad Quliyevi görürük. Məhz onun rəhbəri ilə Avropa çempionu olduq. Yenə ola bilərik. Mir Kamil Əliyev bitirdi topu. Əks hücuma çıxıb Fransa komandası. Geriyə qayıtmaq lazımdır. Bu hücumun qarşısını alaq. Və Dilan Rozier. Ötürmə dəqiqdir. Giovanni Calandro. Zərbə qüvvətli idi Muhammed Bəşirdən, amma hesab dəyişmədi. Hələ döndəyik. 2-1. Ramiz Çovdarov. Seymur top istəyir. Amma Eşqini seçir. Ramiz Çovdarov. Eşqin Tağzadə. Mir Mehdi Rızayev. Mir Kamil Əliyev sağ cinahdadır. Eşqin Tağzadə. Ramiz Çovdarov. Mir Mehdi Rızayev. Ramiz. Hava ilə ötürülən top. Eşqin Tağzadə ötürmə qapı qarşısından müdafiədə diqqətli oynayır. Muhammed Bəşir alt millimizindir. Dəqiqələr qalıb maçın sonuna. Ramiz Çovdarov. Seymur. Əla ötürmə. Mir Mehdi Rızayevə. Ramiz Çovdarov. Bu isə qeyd dəqiq ötürməyədir. Mir Kamil Əliyev topu qaytardı komandamıza. Eşqin Tağzadə yaxşı oynayır. Mir Mehdi Rızayev. Mir Mehdi. Elə bu cinahdan İtaliyaya qol vurmuşdu. Baxa görə bu dəfə nə edəcək? Daha sonra Vüsal Sayev'dir bu. Vüsal Sayev'in zərbəsi təhlükəli idi, amma qapçı Jeron Fernandez topu qaytardı. Vüsal Sayev toplaydı. 17 nömrəli oyuncu. Yedən Vüsal. Mir Mehdi Rızayev'a top gəlmədi. Və Mir Mehdi Rızayev az qala top alacaqdı, amma tam alınmadı. Tam bunu etmək mümkün olmadı. Muhammed Bəşir. Hücum qurur Fransa komandası. Və topu saxlaya bilmədi. Giovanni Calandro. Vüsal Sayev. Mir Kamil Əliyev. Mir Kamil. Və ötürmə yaxşı oynayır qapçı. Jeron Fernandez topu dəf etdi. Bu görüşdə gördüyünüz kimi Elvin Əlizadə yoxdur. Komandamızın liderlərindən biri. İstirahət edir. Həmçində zədə səbəbi ilə Talib Babayev yoxdur. Dəyişikliklər olacaq Fransa komandasında. Maçın sonuna elə də çox vaxt qalmayıb. 2-1 öndəyik. Top buraxsaq belə işdir. Allah eləməsin. Top buraxsaq belə bu qrupda heç nəyə dəyişməyəcək. Görüş 2-2 hesabı ilə başa çatacaq. Biz 7 xalla qrup lideri olacaq. Fransa isə 5 xalla ikinci olacaq. Amma hazırki vəziyyətdə 9 xalımız var. Fransa 6 xalda qalacaq. Daha doğrusu 4 xalda qalacaq. Eşqin Tağzadə. Fransa Belçika ilə oyunda xal itirdi. 3-3 bərabərə qaldı. İtaliyaya qalib gəlmişlər, amma Belçika ilə bacarmadılar. Vüsal Sayev üzündən zərbə alıb. Özünə gəlməyə çalışır. Ekranda göstərilmir, amma üzünü tutub Vüsal Sayev. Amma zədə elə də ciddi deyil xoşbəxtlikdən. Ramiz Çovdarov. Mərkəz götürmə. Kamranın zərbəsi. Kamran Qürbətov zərbə indirsənə. Qapçı topa müdaxilə etdi. Jeron Fernandez. İmkan vermədi ki, hesab 3-1 olsun. Hava ilə ötürmə. Vüsal Sayev. Vüsal. Azərbaycan millisi mini futbolda son Avropa çempionudur. Son dünya kuboku turnirinin 4-cüsüdür. Və bu turnirdə də iddialıyıq. Hələ ki işlərimiz yaxşı gedir. Göz dəyməsin. Muhammed Bəşir topun yanındadır. Stefan Sanchez. Muhammed Bəşir, Sanchez. Topu ala bilmədik.
təzyiq göstərsək də. Aurelien Dubois topa yələndi. Kamran Qürbətov görək nə edəcək. Kamranın ötürməsi. Bir qədər hücumun geç şat ləngidir. Cəfər Cəfərov ötürmə Mir Kamildən geridə oldu. Hücumumuz yaramçı qalır, əfslar olsun. Muhammed Bəşir out. Cəfər Cəfərov, Vüsal Saif. Vüsal davamlı ötürmə. Cəfər Cəfərov, Vüsal Saif və gol! Təbrik edirəm sizi. Təbrik edirəm bu artıq qələbədir və Azərbaycan millisi öz qrupunu lider kimi başa vurur. Buna da 4 və aydınlıq gəldi. Cəfər Cəfərovun əla ötürməsi Vüsal Saif. Tuğ ilə qarşı alınmaz zərbə indirir və Jeron Fernandeşi məyus edərək hesabı 3-1 edir komandamızın xeyrinə. Qüvvətli zərbə top dirəkdən qayıtdı. Dərhal cavab verə bilərdi Fransa buraxılan topa. Muhammed Bəşirin zərbəsindən sonra top dirəyə dəydi, geri qayıtdı. Neçənci dəfədir ki, artıq topu dirəyə vururlar. İlk dəfə deyildi bu. Top da bizi sevir. Arena da bizi sevir. Ümumiyyətlə bu turnir Azərbaycan millisini sevir. Qələbə qazanmışıq qitə turnirində. Niyə də bunu təkrarlamayaq? Kollektivimiz çox güclüdür. Bunu təkrarlaya bilərik. Ötürmə Kamran Qürbətov zərbə indirəcəkmi? Ötürmə Cəfər Cəfərov blok qoyuldu topa. Görüşdə artıq 50-ci dəqiqədir. Son qolumuzu Vüsal Saif vurub. Ondan öncə isə Mir Kamil Əliyevlə Ramiz Çovdarov fərqlənmişdilər. Demək olar ki, topu boş qapıya göndərmişdilər. Qapçıların səhvindən sonra Fransanın hər iki qapçısı səhv etdi meydançada olduğu müddətdə və biz də bundan yaxşı faydalandıq. Cedric Sino fərqlənir Fransanın heyətinə. Yeganə qol mənfi deyil. Kamranın ötürməsi qapı qarşısına. Cəfər Cəfərov istiqamətində idi ötürmə. Zərbə indirə bilməli. Xal ehtiyatımızı 9-a çatdıracaq və qrup lideri olacaq. Bu maçdan sonra Bolqarıstanla Serbiya üzrə gələcək. Həmin oyunda məğlub olan komanda ilə play-offda üzrə gələcək. Bu ya Bolqarıstan olacaq, ya da Serbiya olacaq. Əziz futbol sevərlər, Bosniya-Hersegovinanın paytaxtı Sarayeva şəhərində Mirza Delibašić arenasında Azərbaycan milli komandası Milli Futbolcu Avropa çempionatında 3-cü oyununda qələbə ilə başa vurur. Bu münasibətlə həm sizi, həm özünü, həm də komandamızı baş məşqçi Elşad Quliyevi təbrik edirəm və play-offda da komandamıza, Azərbaycan millisinə uğurlar arzulayıram. Bugünlük bu qədər. Bu maçda reportajımız yekunlaşır. Play-offda yenidən eşitmək ümidi ilə sağ olun, salamat qalın.